Salam, hörmətli izləyicilər. Bugün ədəbiyyat 20 sınaqdan 3-cü sınağın izahına baxacağıq. Başlayaq. Xaqani Şirvaninin gənclərə nəsihət şeiri haqqında doğru fikri müəyyən edin. Deməli, bizdən doğru fikirləri istəyir. 12-ci əsr Azərbaycan türkçəsində yazılıb. Xeyr, səhvdir. Bu fars dilində idi. Tərcümədir. Tərbiyəvi mövzudadır. Bəli. Müraciətlə başlayıb müraciətlə bitir. Bəli, fitnəkar cavana müraciətlə başlayır, amma müraciətlə bitmir. C-də səhvdir. Müəllif sonuncu beytdə öz təxəllüsünü işlədir. Xeyr, sonuncu beytdə yox. Son beytdən əvvəlki beytdə öz təxəllüsünü işlədir. D-də səhvdir. Sujetli şeirin ən gözəl nümunələrindən sayılır. Xeyr, sujetli şeir deyil. Deməli, tapşırığın doğru cavabı B bəndi. İkinci testə baxırıq. Xaqani Şirvaninin gənclərə nəsihət əsəri əsasında tərtib olunmuş cədvəldə hansı fikirlərin yeri dəyişdirilsə uyğunluq bərpa olar? Deməli, fikirlərin yerlərini dəyişdirməliyik. Məzmuna aid xüsusiyyətlər və formaya aid xüsusiyyətləri seçəcəyik. Baxaq. Bax, əruz vəznində yazılmışdır. Bu, məzmuna aid xüsusiyyət deyil. Dostluqda möhkəm olmaq tövsiyə edilir. Bəli, bu məzmuna aiddir. Deməli, 2-yə dəyməyəcəm. Nadanların tərifinə aldanmamaq tövsiyə edilir. Bəli, 3 də məzmuna aiddir. Lirik növdədir, formadır. Məsnəvi şəklindədir. Bu da formadır. Ağıl ən böyük xəzinə hesab olunur. Bu məzmuna aiddir, amma formanın altında yazılıb. Bu da formaya aiddir. Deməli, biz burada 1 ilə 6-nın yerini dəyişsək, uyğunluğu bərpa eləyərik. Düzgün cavabımız olacaq 2-də D bəndi. Xaqani Şirvaninin gənclərə nəsihət əsəri haqqında yanlış fikirləri müəyyən edin. Müəllif özünü bu sənətdə tək hesab edir. Bəli, bu fikir var, deyir, sənətdə tək olan Xaqanidən. Boy buxunun hündürlüyü, ürəyin böyüklüyü qədər dəyərləndirilir. Xeyr, belə bir fikir yoxdur. Yanlışı istədiyi üçün 2-ni götürəcək. Kiçiklərə nəvazişin böyüklüyü azaltmayacağı fikri irəli sürülür. Bəli, bu da var. Pis insanlar tülkü ilə müqayisə edilir. Xeyr, burada əqrəblə müqayisə edilir. Hətta bu əqrəbə bənzətmə Cəfər Cabbarlının Oqtay Oyluğu əsərində də var. Bunu da götürə bilərik. Deməli, səhv istəyir, 4-ü götürürük. Müəllifin fikrincə hər insan tərifə layiq deyil. Bəli, bu da düzdür. Düzgün cavab olacaq 3-də D bəndi. 4. Xaqani Şirvaninin gənclərə nəsihət əsəri əsasında uyğunsuzluğu istəyir bizdən. Ağıl ən böyük ustaddır. Bəli. Hilə uğurluqdur. Bəli. Fitnə elləri dərdə salandır. Bəli. Etibar cana dərmandır. Amma dostluq cənnət çiçəyidir deyə bir şey yoxdur. 4-də cavab olacaq B bəndi. Xaqani Şirvaninin gənclərə nəsihət əsərində verilən tövsiyələr. Heç kimdən vəfa görməsən belə vəfalı ol. Bəli, belə bir fikir var. Nəsihətlərə qulaq as. Bəli, nadanların da tərifini qəbul et, amma onları qırma. Yox, belə bir fikir yoxdur. Ona görə mən 3 olan variantları çıxıram. Övlad kimi hər zaman etibarlı ol. Heç burada valideyn-övlad münasibətindən danışılmır. Ona görə D-ni də çıxıram. Pis adamlardan özünü qoru. Bəli, sənətdə hər zaman tək ol. Xeyr, belə bir fikir yoxdur. Düzgün cavab olacaq 5-də D bəndi. Nizami Gəncəvinin Yaralı uşağın dastanı əsəri ilə bağlı uyğunluğu müəyyən edin. Baxaq. Uşağın dostu, uşağın düşməni. Uşağı quyuda gizlətməyi təklif edir. Bax, bunu təklif edən uşağın dostuydu. Ona görə A-nı bura yazaram. Yaralı uşağın atasını köməyə çağırır. Bu uşağın düşməni idi. Birgə fəaliyyət təklif edir. Bu, deməli, uşağın dostuydu. Yaralı uşağı müalicəyə aparmağı təklif edir. Bu, heç birinə aiddir. Çıxış yolunu tapanda uşağın düşməni idi. Deməli, 1AC, 2BY olacaq 6-da A bəndi. 7. Nizami Gəncəvinin Yaralı uşağın dastanı əsəri əsasında cədvələ uyğun fikirləri müəyyən edin. Deməli, baxırıq. Bu
Solda səbəbi verib, qarşısında da nəticəsi. Uşaqlar həmişə təcəlli etdiyi üçün zərər çəkmiş uşağa dərs vermək istəyirlər. Nəticədə uşaq əl qolunu bağlamağı düşünürlər. Xeyr, ümumiyyətcə bu fikir səhvdir. Belə bir fikir yoxdur. Uşaqlar hadisə ilə bağlı xəcalətli qalmaqdan qorxurdular. Nəticədə zərər çəkmiş uşağı quyuya atmaq istəyirlər. Bəli, bu düzdür. 2-ni götürəcəyik. Uşaqlar zərər çəkmiş uşaqdan intiqam almaq istəyirlər. Heç bu tərəfi oxumuram. Burada intiqam məsələsi yoxdur. Uşaqlardan biri fəlakətin onun üzərində qalacağından qorxur. Ata oğlunun yaralanması haqqında məlumatlandırır. Bəli, bu yaralı uşağın düşməni idi. Onun atasına xəbər verir nəticədə. Düzgün cavab olacaq. 7-də D bəndi. 8. Nizami Gəncəvinin Yaralı Uşağın Dastanı əsərinin ideyasına aid olmayan fikirləri müəyyən edin. Etibarsız dostdan ağıllı düşmək yaxşıdır. Nə əlaqəsi? Bir dəli quyuya daş atdı, 40 ağıllı çıxara bilmədi. Bu da əlaqəsi yoxdur. Dost seçimində diqqətli ol. Bəli, biz bunu bu əsərin ideyası ilə uyğunlaşdıra bilərik. Ona görə 3-ləri çıxıram. İstedadlı kör istedadsız ağıllıdan daha yaxşı görür. Bunu da hardasa demək olar. Ona görə mən 4-ləri də çıxacağam. İnsan ancaq elm, biliklə ucalar. Bu da əsərlə əlaqəsi yoxdur. 8-də cavab D bəndi. Nizami Gəncəvinin Yaralı Uşağın Dastanı əsərində hansı hadisə daha əvvəl baş verir? Yaralı uşağın, bax bu atasının köməyə gəlməsi bu sondadır. Xəsarət alması bu birinci baş verir də. Birinci bu olur. Düşmənin qəti qərara gəlməsi bu da xəsarət alandan sonra baş verir. Ona görə C-ni də çıxıram. Dostların qərarı bu da yıxılandan sonra olur da. D-ni də çıxıram. Yoldaşların qəmə batması bu yıxılandan sonra olar da bu. Atanın da köməyə gəlməsi ən sondadır. Ona görə 9-da cavab olacaq. B bəndi. 10-da. Rübainin məzmunu Sultan Səncər və Qarı əsərinin sujetin hansı mərhələsinə uyğundur? Yolda darğa mənə rast gəldi dünən, əlində tutduğu çubuqla bərkdən. Döyürdü qəzəblə o bir qadını, tamaşa edirdi hər yoldan ötən. Deməli, bu Məhsəti Gəncəvidən bir rübaidir. Sujetin hansı mərhələsinə uyğun olduğunu istəyir bizdən. Deməli, burada Zavyaska mərhələsi olar. bəndi. 10-da cavab olacaq E bəndi. 11. Nizami Gəncəvinin Sultan Səncər və Qarı əsəri ilə bağlı yanlış fikirləri müəyyən edin. Deməli, bizdən yanlışları istəyir. Hökümdar aləmləri açan açar olmalıdır fikri vurğulanır. Bu düz fikirdir, bəli. Bunu götürə bilərik. Yanlış istəyir. Qarı Sultan Səncəri dövlət işlərini rüşvətxor insanlara etibar etməkdə ittiham edirdi. Yox, Qarı Sultan Səncəri bunda ittiham etmirdi. Qarı sadəcə deyirdi ki, rəiyyətlə məşğul ol. Qarı şaha hökümdarlıq missiyasında ata-babasından qalan vətəni qorumalı olduğunu söyləyir. Belə bir fikir də yoxdur. Qarı inanır ki, darğanın zülmündən şahın xəbəri yoxdur. Bu da səhv fikirdir. Baxırıq. Şair göstərmək istəyir ki, hər kəs öz əkliyini biçəcək, qiyamətdə etdiyi əməlin cavabını verəcək. Bəli, bunu deyə bilərik. Ona görə 5 olan variantları çıxıram. Qarı şaha hökümranlıq missiyasında haraya yetişməli, yaralara məlhəm olmalı olduğunu deyir. Bəli. 6-nı da çıxıram. Cavabımız olacaq nə? 2, 3, 4, 11-də cavab B bəndi. 12. Nizami Gəncəvinin Sultan Səncər və deməli, Qarı əsəri ilə bağlı doğru fikri müəyyən edin. Qarı padişaha vilayətlərə vicdanlı adamlar təyin etməyə məsləhət bilir. Xeyr, Qarı onu məsləhət bilmir padişaha. Qarı padişahın adamlarının soyğunçuluqla məşğul olduğunu bildirir. Bəli, deyir, rəiyyəti soyarkən şahın adamları, bu düzdür. Padişahın Allahdan üstün olduğu vurğulanır. Xeyr, belə bir fikir yoxdur. Sultan Səncər qarının evində axtarış apardığından məlumatlı olduğunu bildirir. Sultan Səncərin dilindən heç bir ifadə verilmir. Sultan Səncər qarıya əziyyət verən darğanı edam etdirir. Xeyr. Deməli, 12-də cavab olacaq. B bəndi. 13. Nizami Gəncəvinin Sultan Səncər və Qarı əsəri əsasında yanlış fikirləri müəyyən edin. Qarını cinayətkarı gizlətməkdə ittiham edirlər. Bəli, deyir ki, darğa məni ittiham elədi, döydü məni. Ona görə birlər düzdür.
Darğa sultana güvəndiyini bildirir. Xeyr, belə bir fikir yoxdur. Darğanın dilindən ifadə verilməyib. Qarı şahı ətrafında vicdanlı əyanlar yığmağa çağırır. Belə bir fikir də yoxdur. Qarı şahdan deyil, darğadan şikayətçidir. Qarı hər ikisindən şikayətçidir. Padşaha qarşı kəskin mövqe nümayiş etdirilir. Bəli, deməli 5-ləri çıxıram. Bir də düzdür, biri də çıxıram. Cavab olacaq A bəndi. Bu əsərdə qarı birinci hissədə şikayətçi, ikinci hissədə isə ittihamçı mövqedədir. Sultan Səncər və Qarı əsəri əsasında klasteri tamamlayan fikirləri müəyyən edin. Deməli, padşahı qiyamətlə qorxudur qarı. Bəli, bu düz fikirdir. Düz fikir olduğu üçün biz də düzləri seçəcəyik. Haqqını axtaran insan kimi təqdim olunur. Ölkənin abadlığını padşahın ədalətində görür. Özünə qarşı olan zülmü götürmür və darğanın edamını tələb eləyir. Baxaq görək bu tərəfdə nələr var. Padşahdan zülm deyil, ədalət gördüyünü söyləyir. Şahın taxt yolunda verdiyi fədakarlıqları salarlayır. Deməli, baxaq. Deməli, burada klasterdə düz olduğu üçün biz də düzləri yazacağıq. Qarı haqqını axtaran bir insan kimi təqdim olunur. Bunu deyə bilərik. Bəli, qarı haqqını axtarırdı. Ölkənin abadlığını padşahın ədalətində görür. Bəli, bu da var idi. Özünə qarşı olan zülmü götürmür və darğanın edamını tələb eləyir. Xeyr, belə bir şey ümumiyyətcə yoxdur. Padişahdan zülm deyil, ədalət gördüyünü söylüyor. Padişahın ədaləti olsaydı qarının o yanda nə işi var idi? 4-ü də çıxırıq. Şahın taxt yolunda verdiyi fədakarlıqları sadalayır. Xeyr. Cavab olacaq 1, 2, 14-də B. 15. Sual işarəsinin yerinə hansı əsərin adını yazmaq olar? Xəmsə müəllifinin əsəridir. İctimai mövzudadır. Türklərin dövlətçiliyi ənənəsi xatırlanır. Mənzum hekayədir. Xəmsə müəllifi deyirsə, gənclərə nəsihəti götürə bilmərəm. Deməli, qalır burada 4 dənə variantımız. Mənzum hekayədirsə, Leyli Məcnun poemadır, İskəndərnamə poemadır. Bunlar da çıxıram. Sultan Səncər və Yaralı Uşağın dastanı. Dövlətçilik ənənələrini də xatırladan Sultan Səncər və Qarıdır. Ona görə 15-də cavab olacaq B bəndi. 16. Eyler Venn diaqramında sual işarəsinin yerinə yazıla bilməz. Baxırıq. Gənclərə nəsihət, Yaralı Uşağın dastanı, Sultan Səncər və Qarı. Bizdən yazıla bilməyəni istəyir. İntibah dövrünün əsəridir. Bəli, bunlar hamısı intibah dövrüdür. Ona görə biri çıxıram. Tərbiyəvi mövzudadır. Bəli, hər üçü tərbiyəvi deməli mövzudadır. Epik növdə yazılmışdır. Xeyr, bu Venn diaqramı yazıla bilməz. Çünki gənclərə nəsihət epik yox, lirik növdədir. Biri 3 olacaq. Nizami Gəncəvi yaradıcılığının məhsuludur. Bu ikisi Nizami Gəncəvi yaradıcılığının məhsuludur. Amma bu Xaqaniyə aiddir. Xaqani. Deməli, 4-ü də götürəcəm. A, B, C şəklində qafiyələnir. Məsnəvi olduğu üçün hökmdar obrazı yaradılmışdır. Hökmdar obrazı bir dənə Sultan Səncərdə var. Bu üçünə də aid deyil. 16-da cavab olacaq A bəndi. Davam edirik. 17. Nizami Gəncəvinin İskəndərnamə əsərindəki İskəndər və Nüşabə surətlərinin hər ikisinə aiddir. Ədalətsiz olsa da zalım deyil. Bunların heç biri ədalətsiz deyildi. Ona görə bir səhvdir. Bir olan variantları çıxıram. Müsbət obraz kimi təqdim olunur. Bəli, İskəndərin səhvlərini təqdim etsə də İskəndər müsbət obraz idi. İdarəçilikdə qadın fəaliyyətinə üstünlük verilir. Bu tək Nüşabəyə aiddir, ortaq deyil. Sarayda təşkil olunan məclisin iştirakçısı olur hər ikisi. Öz əsl nəcabəti ilə öyünür, fəxr edir. Bu isə heç bir. Yəni bu da əsl nəcabəti ilə öyünən Nüşabə idi. Cavab olacaq 17-də E bəndi. 18. Nizami Gəncəvinin İskəndərnamə əsərinin məzmunu ilə bağlı hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Baxaq. Deməli, bizə verib İskəndər Dara ilə döyüşmək üçün ordu toplayır, əhalini Yəcuculardan qurtarmaq üçün şimaldan sədd çəkdirir, anasına məktub yazır, Misirlər İskəndərdən kömək istəyirlər, Daranın sərkərdələri İskəndərin yanına gəlir. Bax, birinci 4 ilə başlayaram. Misirlər İskəndərdən kömək istəyirlər. Daha sonra deməli, gələr İskəndər Dara ilə döyüşmək üçün ordu toplayır. 4-dən sonra 1 gələr.
İskəndərlə Daranın qoşunu üz-üzə gələndə artıq Daranın sərkərdələri İskəndərin yanına gələr. Ondan sonra da 5 gələr. Deməli, 4 ilə başlayacağım üçün B, D, E variantlarını itirirəm. Baxaq. Deməli, İskəndər anasına məktubu sonlara doğru yazır artıq. Ona görə 3 ən sonda gələr, 2 də ondan əvvəl gələr. Cavab olacaq 18-də A bəndi. 19. Nizami Gəncəvinin İskəndərnamə əsərinə əsasən yanlış fikirləri müəyyən edin. Baxaq. Ərəstu İskəndərin həm müəllimi, həm də vəziridir. Bu, yəni Ərəstunun əməli deyil axı. Ona görə bir səhvdir. İskəndərə Zənci hökmdarı ilə döyüşməyə məsləhət görüb. Bəli, bunu götürə bilərik. 2 olan variantları çıxıram. Dara İskəndərə xərac verməkdən imtina edir. İskəndərə hədiyyə məqsədi ilə qızıl tac göndərir. Bunun hər ikisi səhvdir. Feyləqus Dara ilə sülh bağlayaraq öz xalqının azad yaşamasına nail olur. Bəli, bu düzdür. Oğlunun təhsilinə önəm verdiyi üçün 7 Yunan filosofunu sarayına dəvət edir. Xeyr. Cavab olacaq 1, 3, 4, 6, 19-da cavab B bəndi. 20. Nizami Gəncəvinin İskəndərnamə əsərinin məzmunu ilə bağlı yanlış fikirləri müəyyən edin. İskəndərin gəlişini eşidən Nüşabə çətin vəziyyətə düşür. Xeyr, Nüşabə niyə çətin vəziyyətə düşür ki? Bu səhvdir. Nüşabə İskəndəri öz sarayına dəvət edib onu böyük hörmətlə qarşılayır. Bu da səhvdir. İskəndər onun sarayına elçi qismində gəlir. Görüşün sonunda İskəndər Nüşabə ilə sülh bağlayaraq ayrılır. Bəli, bu düzdür. Nüşabə İskəndərə unudulmayacaq ibrət dərsi verir. Bəli, hər ikisi bir-birinə dərs verir əslində. İskəndər Nüşabəni Daranın əlindən xilas edir. Daranın yox. Səhvdir. 1, 2, 5, 21. Nizami Gəncəvinin yaradıcılığı əsasında cədvəldəki yanlış fikri müəyyən edin. İskəndərnamə Dara İskəndərin üstünə qoşun çəkir. Bəli. İskəndər Dara ilə müharibə etməyə məcbur olur. Bəli, bu düzdür. Bizdən yanlış istəyir. Sultan Səncər və qarı evində döyülür. Sultan Səncər ittiham edilir. Bəli, bu da düzdür. Yaralı bir uşağın dastanı. Uşağın düşməni hadisənin səbəbkarı hesab olunmaq istəmir və onun nəticəsində ataya oğlunun yerini göstərir. Bu da düzdür. İskəndərnamə. Nüşabə İskəndərə dərs vermək istəyir. Ona ipək üzərindəki şəkli göstərir. Xeyr, ipək üzərində şəkli göstərir ona. Amma nəyin nəticəsində göstərir? İskəndər özünü elçi kimi təqdim edir. Onun nəticəsində göstərir. Yəni bu səhvdir. Sultan Səncər və qarı türk oğluna ədalətsizliyi yaraşdırmır, hindli quldur adlandırır. Bəli, 21-də cavab olacaq. D bəndi. 22. Nizami Gəncəvinin İskəndərnamə əsərində İskəndər hər yerin dovşanını elə o yerin tazısı tutar məsələni hansı hadisə ilə əlaqədar söyləyir? Deməli, biz bu fikri özünün Yunandan Hindiyə qədər əraziləri fəth etməsi ilə xeyr. Bərdəyə gələrkən Nüşabənin onu tanıması ilə xeyr. Daranın öz adamları tərəfindən xəyanətə məruz qalması ilə bəli, bilirik ki, Dara öz adamları tərəfindən öldürülür. 23. Yaralı uşağın dastanı əsərinin forma xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyən edin. Epik növdədir, bəli, mənzum hekayədir, bəli. Əsər atanın oğlanlara nəsihəti ilə bitir, xeyr, belə bir fikir yoxdur. İbrətamiz bir hadisə təsvir olunmuşdur. Əslində bu düz fikirdir, amma bizdən forma xüsusiyyəti istəyir. Ona görə 4-ü götürə bilmərik. İkilik şəklində yazılmışdır. Bəli, dost seçimini düzgün etmək fikir aşılanır. Bu da formaya aid deyil. Cavab olacaq 1, 2, 5, 24. Xaqani Şirvaninin Gənclərin Nəsihət əsərində müəllifin dostluq haqqında gəldiyi qənaətlər sırasında verilə bilməz. Az dostluq etmək düzdür. Dost üçün tikanlı da olsa güllər əkmək, xeyr. Bu səhvdir. Dost yolunda cənnət ağacında qırmaq, bəli, bu var. Dostluq edə bilməyəni yanına almamaq, səhvdir. Dostunun üz döndərdiyi adamdan üz döndərmək, bu da var. Dostunun qardaşı ilə də qardaş olmaq, bu səhvdir. Cavab olacaq 2, 4, 6, 25. Sultan Səncər və Qarı əsəri ilə bağlı doğru fikirdir. Qarının ittihamlarından nəticə çıxarılır, biz bunu görmürük.
Qarı Sultan Səncərin qüsurlarının üzünə desə də onu şahlığa layiq bilir. Xeyr. Qarı hökmdarı insanların ahından qorxmağa çağırır. Bəli, deyir, qiyamət günündə səndən hesab çəkilir. Padşahın hökmdarlıq missiyası ilə bağlı məsləhətlər verir qarı. Bəli. Şahın cavanlıqda göstərdiyi hünərlər? Xeyr. Cavab olacaq 3, 4, 26. İskəndərnamə əsərindən gətirilmiş nümunədə hansı bədii ifadə vasitəsi işlənmişdir? Baxaq. İskəndər gülərək söylədi cavab. Gizlində qalmağı sevməz Afitab. Yararmı döyüşdə böyük İskəndər adi quldur kimi qazanan zəfər? Deməli bizdən ifadə vasitəsi istəyir. Ona görə nə təşbihi götürəcəm, nə metaforu götürəcəm. İskəndər gülərək söylədi cavab. Gizlində qalmağı sevməz Afitab. Burada inversiya var. İnversiyadan istifadə olunub. Yararmı döyüşdə böyük İskəndər adi quldur kimi qazanan zəfər? Bir də bədii sual olacaq. Cavab olacaq 4, 5. 27-yə baxırıq. Nizami Gəncəvinin daha doğrusu əsərləri əsasında uyğunluğu müəyyən edin. Xosrov Şirin, İskəndərnamə və Leyli və Məcnun. Baxaq. Məhəbbətin şahı dəyişdirməsi fikri əks olunmuşdur. Bu şahı dəyişdirmə fikri var Xosrov və Şirində. Bir dəqiqə buraya yazım. 1, 2, 3. Deməli, Xosrov Şirindir, İskəndərnamədir, Leyli və Məcnundur. Bu gedər Xosrov və Şirinə. Biri A olar. Həyat, insan və insanın cəmiyyətdəki vəzifələri barədə elmi, fəlsəfi düşüncələr yer alır. Bu İskəndərnaməyə aid olar. Sənət və sənətkara məhəbbət ön planda çəkilib. Bu Xosrov və Şirinə gedəcək. Baş qəhrəmanın ölümü ədalətin təntənəsi kimi vurğulanır. Bu da Leyli və Məcnun əsərində Məcnunun ölümü olar. Daha doğrusu bu heç birinə aiddir. Heç birinə aid deyil. Məhəbbət mövzusundadır. Qədim ərəb əfsanəsi əsasında qələm almışdır. Bu da aid olar Leyli Məcnuna. 1AC, 2B, 3Y. Deməli, bizə burada bir mətn veribdir. Sonra mətnlə bağlı tapşırıqlar qeyd olunubdur. Baxaq. Bəhram Şah öz mahir ovçuluğu ilə öyünməyi sevərdi. Lakin şahın kənizi Fitnə onunla razılaşmazdı. Bu ovçuluğu illərin qazandırdığı vərdiş hesab edərdi. Bir gün yenə Fitnənin şahın məharətini vərdiş adlandırması hökmdarı qəzəbləndirir, vəzirinə Fitnəni edam etdirməyi əmr edir. Fitnə yeni çiçək açmışdı, gənc və gözəl idi. Vəzirin şahdan çəkinməyən bu qızcığazı öldürməyə əli gəlmir. Vəzir Fitnəni öz sarayına gətirir. Fitnə sarayda darıxmasın deyə balaca bir buzovla oynayır. Hər gün buzovu çiyninə alıb pilləkənlərlə eyvana qaldırır, aşağı düşürür. Günlər keçdikcə buzov böyüyüb olur div boyda. Amma Fitnə yenə onu asanlıqla eyvana qaldırır, sonra geri gətirirdi. Bir gün vəzir şahı evinə qonaq çağırır. Onlar yeyib içəndən sonra vəzir deyir: Evimdə al yanaqlı, gözəl bir qız yaşayır. Şir kimi qüvvətlidir. Hər gün nəhəng bir öküzü boynunda eyvana çıxarır. Özü də bir nəfəsə. Bəhram Şah bu sözə inanmır. Fitnə üzünə niqab salır, öküzü boynuna alıb düz eyvana qaldırır. Bunu görən Bəhram deyir: Görünür öküz balaca olandan qız bu işə vərdiş edib. Ona görə də bu güclü olmaq deyil. Fitnə üzündən niqabını götürüb şaha deyir: Çox qəribədir. Öküzü qaldırmaq vərdişdəndir, amma ov ovlamaq məharətdən. Bəhram Fitnəni tanıyır, onun sağ olmasına sevinir. Sarayına gətirib Fitnə ilə evlənir. Deməli, baxaq. Əsərlərindəki qadın obrazları əsasında Eyler-Venn diaqramını tamamlayın. Deməli, Sultan Səncər və qarı və Fitnə. Burada qarı haqqında yaza bilərik ki, qarı yaşlı idi. Daha sonra kasıb idi. Qarı burada rəiyyəti təmsil edir. Fitnə isə gənc idi. Daha sonra Fitnə sarayda yaşayır.
sarayda yaşayır. Kəniz idi. Hər ikisinə ortaq cəhət deyə bilərik ki, cəsarətlidir. Cəsarətli. Sonra padşahdan qorxmur. Belə. 29. Altından xətt çəkilmiş cümlələrdə hansı bədii təsvir və ifadə vasitələrinin işləndiyini müəyyən edin. Deməli, biz burada baxırıq mətnə. Günlər keçdikcə buzov böyüyüb olur div boyda. Buzov böyüyür olur div boyda. Bura bu nümunəni yazsaq, deməli, burada işlənən ifadə vasitəsi var. İnversiya. Bir də mübaliğə olacaq. Mübaliğə. Deməli, buzovun div boyda olması, bax, buzovun div boyda olması, böyüyüb div boyda olması mübaliğədir. Mübaliğə. Bir də olur div boyda, bu da inversiyadır. İnversiya. İkinci cümləyə baxsaq, evimdə al yanaqlı gözəl bir qız yaşayır. Şir kimi qüvvətlidir. Bu şir kimi qüvvətlidir ifadəsi olacaq təşbih. Burada fitnəni, yəni qüvvətli olmasına görə şirə bənzədib. Bu da oldu 29. İndi 30-a baxırıq. Əsas mətnlə çərçivədəki mətni müqayisə edərək boş sahələrə uyğun fikirlər yazın. Hünərin səfası acıdır müdam, odur hünər suyu içmir bir adam. Alçaq adamların cəhaləti odur, hünəri küləyə vermişdir tamam. Deməli, əsərlərin məzmun oxşarlığı, biz deyə bilərik ki, bu əsərlərin hər ikisində hünər göstərməyin nəticələrindən bəhs olunur. Məsələn, çərçivədəki mətndə deyir, hünərin səfası acıdır müdam, odur hünər suyu içmir bir adam. Fitnə mətnində də, yəni burada fitnə göstəririk şaha orada ov məharətinin vərdiş olduğunu. Yəni bunun da cəzası edamdır da. O gəlir sonda görür ki, fitnə yaşayır. Bunu deyə bilərik. Forma fərqi olaraq fitnə epik növdədir. Epik növdədir. Bu əsər, bu çərçivədəki mətn lirik növdədir. Sonra fitnə əsəri hekayədir. Hekayə nəsrlə yazılıb. Çərçivədəki mətn nəzmlədir. Nəzmlə yazılıb. Rübaidir bu. Rübaidir. Sonra burada tərənnüm var. Tərənnüm var. Fitnə əsərində isə təsvir. Bu qədər. Kanala abunə olub bəyənməyi unutmayaq.